15 dəqiqəyə hazırlanan ucuz və çox dadlı qəlyanaltı resepti ilə qarşınızdayım. Marketlərdə satılan göbələklərin bir xüsusiyyətini sevmirəm. Aşırı dərəcədə çox uksus əlavə edirlər. Həm də ki 3 qat daha baha başa gəlir. Ona görə gəlin evdə hazırlayaq. Çünki hazırlanması həqiqətən çox asandır. Hər kəsə salam, kanalımıza xoş gəlmisiniz. Araz Food'u hələ də izləmirsinizsə mütləq izləməyə alın. Hazırlanması üçün bizə lazım olacaq göbələyi, duz, qara istiot, cəfəri, biber, sarımsaq, dəfənə yarpağı, acı biber, paprika, limon duzu, duru yağ, alma sirkəsi, birdəki şəkər. Ərzaqların miqdarı həmişəki kimi videonun altında açıqlama bölməsində olacaq. İlk öncə qazanı qoyuruq ocağa. Litr yarım su tökürük. Qapağı bağlayıb gözləyirik qaynamağını. Su qaynamağını gözləyərkən biz qalan ərzaqları hazırlayaq. Acı biberi xırda doğrayırıq. Biz çox az əlavə edirik, çünki acılı çox da sevmirik. Balqar biberi də kub şəklində doğrayırıq. Biz qırmızı götürdük ki, görünüşü daha gözəl olsun. Cəfərini xırda-xırda doğrayırıq. Zövqə görə başqa göyərti ilə də əvəz eləmək olar. Biz bunları eləyənə qədər su qaynadı. Dəfənə yarpağını əlavə edirik qazana. Sonra isə duz, limon duzu və dənə istiot. İndi isə qaynayan suya göbələklərimizi əlavə edirik. Əslində qəlyanaltı üçün xırda göbələk götürmək daha məsləhətlidir. Əgər sizin göbələklər iridirsə, onları doğramaq lazım olacaq. Böyüklüyündən asılı olaraq 2-3 yerə bölmək lazım olacaq. Qapağını bağlayıb qaynamağını gözləyirik. Su qaynamaq başlayandan sonra ara sıra qarışdıraraq göbələkləri 10 dəqiqə qaynadırıq. 10 dəqiqəmiz keçdi, ocağı söndürə bilərik. Göbələkləri sudan çıxardırıq süzgəcin içinə. Geniş bir qaba 3 diş sarımsaq sıxırıq. Öncədən doğradığımız tərəvəzləri də hamısını bura əlavə edirik. Paprika, şəkər, duru yağı və alma sirkəsini də əlavə edirik. İndi isə göbələklər, öncədən göbələklər qaynamış suyu üstündən videoda gördüyünüz kimi tökürük. Su göbələkləri örtməlidir. Bu reseptlə qaynar sterilize olunmuş bankalara töküb dəmir qırışqa ilə bağlayıb uzun müddətə saxlaya bilərsiniz. Biz bunu eləmirik, çünki göbələklər qış, yay satılır. Hər könlümüz istəyəndə hazırlayıb nuş eləyirik. Biz şüşə qabına yerləşdirdik, amma əgər sizin qabınız plasmasdırsa soyumağını gözləyin. Soyandan sonra bir gecəlik qoyuruq soyuducuya. Növbəti gündən salam. Qəlyanaltımız hazır. Gördüyünüz kimi cəmi 15 dəqiqə sərf eləyərək belə bir gözəl nəticəmiz alındı. Bunları həm salatlarda istifadə eləmək olar, həm də ki qəlyanaltı kimi süfrəyə də verə bilərsiniz. Faydalı reseptlər vaxtında sizin qarşınıza çıxmağını istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Hazırlayan hər kəsə nuş olsun. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın, sağ olun.